Baxın, Ağcabədi rayonundan gələn bir oğlan uşağında böyrək bax, pielektazyasını görürsünüz. Bax, bunu yayınlamaqda məqsədim ondan ibarətdir ki, uşaqların böyrəyində adi pielektaziya olan zaman ona baş qoşmursunuz. Halbuki bu pielektaziyaya görə bizim uşağı əskər belə aparmayıblar. Bax, görürsünüzmü? Mən bunu ayrı-ayrı fiksasiya edirəm. Böyrəyin öz haqqında məlumat bilmək üçün artıq pielektaziyanı gizlətməliyəm, böyrəyin ölçüsünü bilmək üçün. Böyrəyin ölçüsü bax, başladı buradan, gəldi bura qədər, gördüyünüz kimi 131'dir və eyni zamanda eninin ölçüsü də 68'dir. Nəyə görə? Çünki böyrək burada böyüyüb. Böyrəyin qütb parenximasını təyin etmək olmur. Niyə olmur? Çünki artıq pielektaziya ona imkan vermir. Və pielektaziya fonda bu gördüyünüz böyrək daşıdır. Yəni uşağın böyrəyində pielektaziya olmaqla bərabər həm də daş var. Və bu gördüyünüz böyrəkdə sidikdir, genişlənib. Böyrək içərdən sidiyi buraxmır. Yəni bu böyrəkdən alınan sidik çox zəif şəkildə ötürülür sidik hissəsinə. İnsanın normal fəaliyyəti, böyrək fəaliyyəti üçün onun sağ böyrəkdir. Sol böyrək demək olar ki, bax, işləmir deyək. Yaxud da ki, işləməyində problemlər var. İlk uşaq yaşlarından cüzi pielektaziya oldusa səbəbsiz, heç bir axarı daş tutmadan, axar tutulmadan, obturasiya olmadan pielektaziya oldusa, nə edirsiniz? Bunun fərqinə varırsınız, uşaqlara ciddi yanaşırsınız. Əks halda bu dializə qədər gedib çıxa bilər.